Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademinin Azərbaycan dili müəllimi Aytaç Həsənova. Bugün sizinlə birlikdə 2024-2025-ci tədris ili üçün 27 iyunda 4-cü siniflərin lisey imtahana düşən suallarımızın izahına baxırıq. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən yararlanmaq istəyirsinizsə 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. Sadə sözləri müəyyən edin. Biz bilirik ki, sadə sözlər bir kökdən və ya bir kök və ya qrammatik şəkilçidən ibarət olan sözlərdir. Pərdə sözün kökü olacaq, nin qrammatik şəkilçidir. İşıq sözün kökü l, li, lu leksik şəkilçi olduğu üçün bu söz düzəltmə sözdür. Düz sözü gün isə leksik şəkilçi olacaq. Lalə sözün kökü lik leksik şəkilçidir, yəni düzəltmədir. Heyvan sözün kökü lar qrammatik şəkilçi. Ulaq sözün kökü lar qrammatik şəkilçi. Sadə sözlər 1, 5 və 6. Yəni düzgün cavab A variantı. İkinci sual, hansı mürəkkəb söz defislə yazılmalıdır? Biz bilirik ki, mürəkkəb sözlər ya bitişik, ya defislə yazılır. Tərkibi mürəkkəb sözlər isə ayrı yazılır. Gəlin görək, defislə nələr yazılır? Yaxın mənalı sözlər, əks mənalı sözlər, daha sonra eyni sözün təkrarı və s. Burada göz qamaşdırıcı, enli kürək və yerüstü. Müxtəlif sözlərin birləşməsi olduğu üçün bitişik yazılmalıdır. Həyət, baca isə yaxın mənalı sözlərin birləşməsi olduğu üçün defislə yazılır. Hansı sözlərə saitlə başlayan şəkilçi qoşulduqdan son samit dəyişmir? Gəlin baxaq. Saitlə başlayan şəkilçi ın, in, un, ün. Fərqi yoxdur. Hansını istəsəz artıra bilərsiniz. Qonağın ğı əvəzləməsi, qı əvəzləməsi, gözəlliyin kı əvəzləməsi baş verir. Əriyin, yarpağın, darağın, təbrikin. Burada təbrik sözündə baş verməsə də daraq sözündə baş verir deyə götürə bilmərik. Amma vərəqin, türkün. Bunların heç birində qı əvəzləməsi və kı əvəzləməsi baş vermir. Ona görə də cavab olacaq B variantı. İkinci şəxsin təkində. İkinci şəxsin təki sən. İndiki zamanda. İndiki zaman ır, ir, ur, ür şəkilçisi olacaq. İşlənmiş feil. Bu keçmiş zamandır. Daha sonra bu onlar gəliblər. Üçüncü şəxsdir. Siz gəlirsiniz. İkinci şəxsin cəmidir. Amma ikinci şəxsin təki, yəni sən gəlirsən. Həm ikinci şəxsin təkidir, həm də indiki zamanda. Cavab oldu B variantı. Hansı cümlədə bağlayıcı iki sadə cümləni bağlayıb? Cavabımız olacaq A variantı. Yollar bağlandı bir cümlə, biz geri döndük ikinci cümlə. Burada və bağlayıcısı iki sadə cümləni birləşdirir. C variantında sadə cümlədir. Burada birləşdirmə, iki cümləni birləşdirən heç nə yoxdur. D variantında sözlər birləşiblər, cümlələr birləşməyiblər. B variantında da iki cümləni birləşməsi verilməyib. Hansı bənddə hər iki sifət quruluşca həm düzəltmədir, həm də keyfiyyət bildirir? Gəlin baxaq. A variantında baha sözü sadədir. B variantında hər iki söz, uzun və dar sözləri sadədir. Ona görə də lazım deyil, bizə düzəltmə lazımdır. Daha sonra D variantında, baxın, dadlı və yaraşıqlı hər ikisi quruluşca düzəltmədir. Amma bizdən nə istəyir? Keyfiyyət bildirməsi. Yaraşıqlı, keyfiyyət yox. Əlamət bildirir, cavab qalır C variantı. Xəyanətkar. Xəyanət sözün kökü kar leksik şəkilçi, savad sözün kökü lu leksik şəkilçi. Həm düzəltmədir, həm də keyfiyyət bildirəcək. Cavab oldu C variantı. Mətni yəqin ki, oxumağa ehtiyac yoxdur. Hər biriniz mətnlə tanışsınız. İndi isə keçək suallarımıza. 7-ci sual baxaq. Mətndəki şagird obrazının xarakterinə nöqtələrin yerinə hansı sözlər yazmaq olar? Baxın, şagird nə edir? Sualı sona qədər dinləmir və suala səhv cavab verir. Demək ki, səbirsizdir və özündən razı olduğu üçün lovğa götürəcək. 2-4 cavab olur B variantı. Nömrələnmiş hansı sözlərin izahı düzgün verilməmişdir? Bura diqqət eləyək. Xəbərdar, xəbəri başqalarına deyən yox, xəbərdən məlumatlı olan deməkdir. Bir səhvdir. Tələskənlik, tələsmə xasiyyəti, bu doğrudur. Hazır cavab, başqasının sözünə dərhal cavab tapan deməkdir. Ləbləbi isə çərəzi kimi yeyilən qab yox, elə çərəzin özüdür. 1-4, cavab B variantı. 9-cu sual. Mətndə tünd şərflə verilmiş sözün eyni mənada, yəni ya həqiqi, ya məcazi fərqi yoxdur. Baxacaq mətndə hansı mənadırsa, biz də həmin o mənanın işləndiyi nümunəni tapmalıyıq. Orada ölçüb biçmək idi. Gəlin mətnimizdəki həmin cümləyə diqqət eləyək.
Baxın, sualın necə verəcəyini ölçüb biçir. Əgər sualı necə verəcəyini ölçüb biçirsə, demək ki, məcazi mənadadır. Baxaq, ölçüb biçmək, əgər parçanı və yaxud da ki, lenti ölçüb biçmək, bu həqiqi olacaq. Sualı ölçüb biçmək, qərarı ölçüb biçmək, bu isə məcazi məna olacaq və burada cavabımız olur B variantı. Ata oğlunun qəlbini qırmamaq üçün deyəcəyi sözləri ölçüb biçdi. Baxın, taxtanı ölçüb biçmək, doğrudan da taxtanı ölçüb kəsmək olur. Parçanı ölçüb biçmək, ipəyi ölçüb biçmək, bunlar hamısı həqiqidir. Məcazi məna B variantı olacaq. Roma rəqəmləri ilə nömrələnmiş hansı cümlənin mətnin ideyası kimi düşünmək olar? Burada olacaq sonuncu, yəni 4-cü cümlə. Baxın, ağıllı insan lazım gələndə susmağı bacarmalıdır. Mətnimizdən çıxan məna elə budur, ona görə də biz onu ideya olaraq götürə bilərik. Mətnin 3-cü abzasındakı nömrələnmiş cümlənin düzgün ardıcıllığı. Baxaq, ardıcıllığımızı quraq, ondan sonra variantda tapaq. Aha. Həmin şagird qəfildən atılaraq dedi ki, ləbləbi sözün ilk hecasıdır. Sualı necə verəcəyini xeyli ölçüb biçdi. Müəllim suala başlamazdan əvvəl bir müddət düşündü. Farsça dodaq mənasını verən ləb sözünü işlədərək danışmağa başladı. Burada birinci olmalıdır nə? 3. Müəllim əvvəlcə düşünür. Daha sonra 2. Yəni sualı necə verəcəyini ölçüb biçir. Sonra farsça dodaq mənasını verən ləb sözünü işlədir və həmin vaxtda şagird nə edir? Qəfildən atılaraq ləbləbi sözün ilk hecasıdır. Yəni 3, 2, 4, 1 bizim düzgün ardıcıllığımız olacaq. Görək hansı variantdadır? 3, 2, 4, 1 D variantı. 12-ci sual. Mətnin nəticə hissəsini genişləndirə biləcək cümləni müəyyən edin. Burada biz cavabı B variantı olaraq götürəcəyik. Amma sözün sonunu gözləsəydin daha yaxşı olardı. Verilən mətni bu cümlə ilə daha genişləndirə bilərik. Orada nə deyir? Deyir ki, gəlin yadımıza salaq. Bircə dəqiqə. Aha, ağıllı insan lazım gələndə susmağı bacarmalıdır, amma sözün sonunu gözləsəydin daha yaxşı olardı. B variantını düzgün cavab olaraq götürəcəyik. Verilmiş cümlədəki sözlərin təhlili ilə bağlı düzgün fikirləri müəyyən edin. Bu hədiyyələr zəhmətkeşlərin ağır yükünü xeyli azaldıb. Zəhmətkeşlərin tərkibində həm 1, həm 2, həm də 4 cür yazılan şəkilçi var. Baxın, keş 1 cür yazılan şəkilçidir. Lar 2 cür yazılan şəkilçidir. In, ün 4 cür yazılan şəkilçidir. Ona görə də bu doğru fikirdir. Hədiyyələr cəm şəkilçisi qəbul edən konkret isimdir. Bəli, hədiyyəni biz görürükmü? Görürük. Cəm şəkilçisi qəbul edibmi? Bəli, doğrudur. Həm də ki, isimdir. Xeyli miqdar sayıdır. Baxın, xeyli azaltmaq hərəkətə aiddir deyə bu miqdar sayı yox. Miqdar zərfidir, səhvdir. Bu ism əvəzidir. Bu hədiyyələr. Hansı hədiyyələr? Hansı sifətin sualı olduğu üçün ismi yox, sifət əvəz edib. Düzgün fikirlər 1 və 2, yəni B variantı. Uyğunluğu müəyyən edin. Gəlin baxaq uyğunluğumuza. Aha. Sonra o sürətlə irəli atıldı. Cümlədə zərfin 3 məna növünə aid nümunə işlənib. Sonra zaman zərfi, sürətlə tərz hərəkət zərfi, irəli yer zərfi. 1A, yəni 1 doğrudur. Kəndin başqarlı dağları heyran edici idi. Mübtəda və xəbərdən ibarətdir. Heyran edici idi. Nə və yaxud da ki, hara? Kəndin başqarlı dağları. Yiyəlik və mənsubiyyəti var deyə ayrılmır bir-birindən. Doğru fikirdir. 2-də A olacaq. Gəlmişəm ki, danışaq. Cümlədə ədat işlənib. Baxaq, 2 cümləni bir-birinə bağlayır. Hərəkətdən sonra gəlir. O zaman bu ədat yox, bağlayıcıdır. B yanlış. Yəni 1A, 2A, 3B. Cavab olur A variantı. Son sualımıza da baxaq. Verilmiş cümlə ilə bağlı düzgün fikirləri müəyyən edin. Ağacların kölgəsində dincələn uşaqlar ona təəccüblə baxdılar. İsimlər quruluşca sadədir. Ağacların sadədir. Kölgə, daha sonra sin də sadədir. Uşaqlar sadədir. Doğrudur. Bir düzgün fikirdir. Biz də düzgün fikir axtarırıq. Cəm şəkilçili sözlərin biri mücərrəd isimdir. Baxaq, cəm şəkilçisi ağaclar konkretli mücərrəd deyil, uşaqlar konkretli mücərrəd deyil. Başqa da cəm şəkilçisi yoxdur deyə səhvdir. Yönlük hal şəkilçisi söz isim deyil. Ona, bəli, isim deyil, əvəzlikdir.
Yönlü ya şəkilçi qəbul etmiş ola bilər. İsmin yerində işlənmiş ola bilər, amma isim sayılmaz. Doğru fikirdir. Mübtəda ismi birləşmə ilə ifadə olunub. Baxaq. Baxdılar. Kim baxdı? Uşaqlar baxdı. Xeyr, ismi birləşmə deyil. Uşaqlar sadə sözdür. Bu səhvdir. Feillər quruluşuna görə bir-birindən fərqlənir. Gəlin feilləri tapaq. Biri baxdılar, biri də ki dincələn. Tərkib var. Burada ağacların kölgəsində dincələn. Feili sifət tərkibi. Feildəki dincələndir. Burada quruluşuna görə bir-birindən fərqlidir. Bəli, baxdılar sözü sadədir. Digər yəni feili sifət isə sadə deyil. 1, 3, 5 cavab A variantı. İzahımız bu qədər. Əgər izah sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı, kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənə qədər hələlik.